Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Az öncə Azərbaycan Respublikası Təhsil İnstitutu MİQ 2026 çərçivə sənədini, yəni proqramı bəyan elədi. Mən indi sizə MİQ 2025 proqramını solda, MİQ 2026 proqramını da sağda açmışam. Müqayisəli təhlil eləyəcək ki, bir yerdə görək dəyişiklik var, yox. İlk baxış keçirdim, hər hansı bir dəyişiklik görmürəm. Burada qeyd olunduğu kimi sol MİQ 2025 proqramı, sağ MİQ 2026-nın proqramına baxırıq. Burada məzmun standartlarına baxsaq, riyaziyyatda ədəd və əməllər məzmun standartında müəllimlər. Baxırıq, bir sizlə bir yerdə analiz edəcəyik. Ədəd anlayışı eynidir, dəyişiklik yoxdur. Yəni keçənki proqramla belə deyək. Mərtəbə sinif anlayışı heç bir fərq yoxdur. Çox rəqəmli ədədlərin yazılışı, rəqəmi mərtəbə qiymətinin müəyyən edilməsi, ədədi mərtəbə toplananların cəmi şəklində göstərilməsi. Bunlar haqqında təbii ki, yenə də ətraflı danışacağıq. Mən bugün çalışacağım əsas fərq var yoxsa yox ona baxacaq. Gördüyümüz kimi bu üç başlıq ədədin yazılışı, oxunuşu, mərtəbə sinif, mərtəbə toplananların cəmi şəklində yazılış və s. Burada bir fərq yoxdur. Növbəti alt başlığa baxırıq. Adi kəsirlər, adi kəsirlərin müqayisəsi, adi kəsirlərin ixtisarı 2025 və 2026-da olduğu kimi bura yazdım 2025. Burada yazdım 2026. Başlıq hissədə də var. Yenə də qarışdırmayasınız. Yenə adi kəsirlərin müqayisəsi, adi kəsirlərin ixtisarı fərq yoxdur. Sonra qarışıq ədədlərin müqayisəsi bir fərq yoxdur. Onluq kəsirlər bilirik ki, son 2-3 ildə yeni artırılan mövzular sırasındadır. Onluq kəsirlərin müqayisəsi, onluq kəsirlərin toplanması və çıxılması. Demək olar ki, hər biri eynidir. Hesab əməlləri, burada da hesab əməllərinin xassələri eynidir. Qalıqlı bölmə, təxmin etmə və hesablamalar, bu təxmin etmə və hesablamalar yuvarlaqlaşdırmaya aid olan hissədir. Sonra ədədin bölənləri və bölünənləri bu 2025-də də var idi, 2026-da da var. Yəni bu da son dövrlərə artırılan mövzulardandır. Ədədin hissəsinə görə ədədin tapılması, bu əslində elə kəsir məsələlərinin içərisində gedir, eynidir. Ədədin faizinə görə ədədin tapılması, faiz məsələləri də son dövrlər artırılan mövzulardandır müəllimlər. Baxırıq, növbəti gəlirik burada ədəd məsələləri. Ədəd məsələsinin növləri çoxdur. Bundan əlavə siz tənlik qurmaqla məsələlər var. Onlarda diqqətli olmaq lazımdır. Yaş məsələləri eynidir. Sürət məsələləri həmçinin, kəsir məsələləri həmçinin, iş məsələləri həmçinin. Faiz məsələləri bax yuxarıda olduğu kimi burada faizinə görə ədədin tapılması, amma siz faizlə bağlı bol məsələ həll edin ki, bu bizim beynimizə daha da yaxşı olsun. Sonra cəbr və funksiyalar məzmun standartında olan alt başlıqlar hansılardır? Əməllər sırasına görə riyazi ifadələrin hesablanması əvvəldə də var, indi də var. Ədədi ifadələrin müqayisəsinin aparılması, yəni bildiyimiz müqayisə eynidir. Dəyişənin verilmiş ifadədə qiymətinin tapılması, yəni dəyişən bir ifadə verilə bilər, gətirib rəqəmin yerinə qoyub tapmaq. Tənlik eynidir. Bərabərsizlik eynidir. Keçirik həndəsədə. Həndəsədə yenilik varmı? 2025-də həndəsi fiqurların təsnifatı, 2026-da həmçinin bucaq, çox bucaqlının perimetr və sahəsi, fəza fiqurları, kuboidin sahəsinin sahəsi, həcm burada da var. Yəni bu fəza fiqurlarının səthinin sahəsini bilməklə yanaşı həcmini də bilmək lazımdır. Sonra ölçmə ilə bağlı, ölçmə məzmun standartına əsasən uzunluq, kütlə, tutum, vaxt eynidir. Uzunluq, kütlə, tutum, vaxt və pul. 2025-də də 2026-da da. Statistika və ehtimal məzmun standartına əsasən burada düşüb ədədi orta, ən çox rast gəlinən nəticə, ən böyük fərq, orta statistik nəticənin müəyyən edilməsi. Burada bunun digər adı median gedir. Ən çox rast gəlinən nəticənin digər adı moda gedir. Hadisənin baş vermə ehtimalı və ehtimalla bağlı, belə deyək, ibtidai sinif müəllimlərinə lazım olacaq bilgilər. Gördüyünüz kimi fərq yoxdur. Bura bunu xüsusi qeyd edirəm ki, fərq yoxdur. Bu o deməkdir ki, müəllimlər, sizi imtahanda hər hansı bir sürpriz sual gözləmir. Yəni tutaq ki, belə deyək də, gedib orada əkop sualına qarşılaşmayacaqsınız. Amma mövzularda diqqətli olmaq lazımdır. Hər mövzunun özünlə bağlı daha düşündürücü, bundan əlavə olaraq daha dərin suallar ola bilər. Bu da çox olmur, 3-4 suallar ola bilir. Bu 2026-nın proqramını burada biz analiz elədik. Qeyri-adi bir heç nə yoxdur. Bu mövzular haqqında ümumi bu ədəd anlayışı bir dənə məlumat verim sizə. Ədəd anlayışı, ədədlər münasibət dediyimiz kimi buradan bura qədər mərtəbə sinifdir.
Bu hissə kəsrlərlə bağlıdır. Qarışıq ədədlər ilə qarışıq kəsrlərdir. Məsələn, biri var 4/3, bir də var 2/4/3. Ümumi hamısı haqqında qısa məlumat deyirəm, keçirəm. Sonra onluq kəsrlər, onluq kəsrlərin toplanması, çıxılması, müqayisəsi, yuvarlaqlaşdırılması. Kanalda silsilə dərsimiz var. Mütləq şəkildə baxın, heç bir problem olmayacaq. Hesab əməllərinin xassələri vurma, toplama, çıxma, bölmə. Bunlarla bağlı azalan, çıxılan, toplanan, məhsul azalan, məhsul çıxılan, bax bunlarla bağlı məsələlərdir. Qalıqlı bölmə ilə bağlı diqqətli oluruq. Bununla bağlı hər imtahan sual düşür. Qalıqların cəmi, ən böyük qalıq və qalıqlı bölmələrlə bağlı həll olunan məsələlər. Təxmin etmə və hesablamalar yuvarlaqlaşdırma ilə bağlıdır. Ədədin bölünənləri və bölünənləri, ədədin bölünənləri hansı sonlu saydadır, hansı sonsuz saydadır, ədədin bölənlərinin tapılmasının daha rahat qaydası. Buna da bağlı kanalda mükəmməl bir dərs var. Baxanda 100% başa düşəcəksiniz. Ədədin hissəsinə görə və ya hissəsinə görə ədədin tapılması. 16-nın 2/1 hissəsini tapın və ya 2/1 hissəsi 16 olan ədəd. Faiz məsələləri aydındır. Ədədin faizinə görə ədədin tapılması. Ümumiyyətlə faizin tapılmasının 3 əsas qaydası var. Ədədin faizinə görə ədədin tapılması, 2 ədədin faiz nisbəti. Eyni zamanda sonra keçirik ədəd məsələləri, bu ədəd məsələsindən bağlı tənlik qurmaq və digər məsələ tipləri. Burada diqqətli olmaq lazımdır. Yaş məsələləri, yaş məsələsindən aydındır, kanalda kifayət qədər dərslər var. Sürət məsələləri, eyni istiqamətdə, qarşı-qarşıya, əks istiqamət, kater və s. Kəsr məsələləri həmçinin, əslində yuxarıda kəsrə aid. Bunun hamısı, bax, kəsrlərin toplanması, çıxılması, ixtisarı, adi kəsrlər, ədədin hamısını kəsr məsələləri kimi düşünə bilərik. İş məsələləri, burada 1 hissi 4 sadə, 5 hissi 5 sadə, bax, bu tipli nümunələrlə bol-bol yanaşmaq olar. Əməllər sırasına görə riyazi ifadələrin hesablanması. Məsələn, tutaq ki, veriləcək əməl ardıcıllığı, hansı əməl birinci gəlir? Toplama da ola bilər, vurma da var, bölmə də var, mötərizə. Kanalda ən son paylaşdığım izahlardan biridir. Əməllər sırası, mütləq ona baxın. Ədəd ifadələrin müqayisəsinin aparılması hər hansı bir verilə bilər. Məsələn, tutaq ki, 465x neçəsə və ya 465y neçəsə, burada hansı x-in hansı qiymətində bu ədəd bundan böyükdür, kiçikdir. Tənlik olmazsa olmazdır, bərabərsizlik həmçinin. Bunlarla bağlı kifayət qədər suallar var. Həndəsi fiqurların təsnifatı. Biz burada həndəsi fiqurlardan kvadrat, düzbucaqlı, romb, paralleloqram bunlar haqqında məlumatımız olmalıdır. Bucaq, bucağın növləri, açıq bucaq, düz bucaq, iti bucaq, kör bucaq bunlarla bağlı. Çox bucaqlının perimetri sahəsi burada ümumiyyətlə əsas diqqət edəcəyimiz kvadrat, düz bucaqlıdır. Fəza fiqurları, kub və kuboid, bunun digər adı düz bucaqlı parallelepiped, səthinin sahəsindən bağlı məsələlər, kəsib çıxarmalar. Bununla da bağlı kanalda kifayət qədər dərs var. Həcm, burada biz həcm vahidlərini bilməliyik və bu fiqurların həcmlərini hesablamaq. Ölçmə, uzunluq, kütlə, tutum, vaxt, pul. İndi burada yoxdur, mən amma sizə bura bir şey deyim. Sahə və həcmi də öyrənin. Çünki fəza fiqurlarının burada səthin sahəsi varsa, sahə anlayışı varsa, burada sahə vahdləri olmalıdır. Bu niyə yazılmayıb? Bu boşluqdurmu? Bəli, mənim üçün boşluqdur. Çünki bu yazılmalı idi, sahə və həcm. Sonra da statistika və ehtimal ədədi orta, aydın məsələdir. Moda, median və ən böyük fərq, digər adı bir də hadisənin ehtimalı. Bunlarla bağlı, təbii ki, hər birinlə bağlı geniş dərslər keçiriləcək. Bizim yeni qruplarımıza qoşula bilərsiniz. Artıq proqram da çıxıb, müəllimlər. Proqram əlinizdədir, yəni MİQ 2026 rahat hazırlaşa bilərsiniz. Hər birinizə uğurlar arzulayıram, dəyərli müəllimlər. Növbəti izahlarda görüşərik.